Mən allergoloq Həsənova Rəsmiyə Sumqayıt Hospitalda fəaliyyət göstərirəm. Bugün mən böyüklər və uşaqlar arasında geniş yayılmış allergik rinit haqqında danışmaq istəyirəm. Allergik rinitin əsas əlamətləri burunda tıxanma, burundan seyirli ifrazatın axması, asqırma və qaşınmadır. Burun bizim orqanizmamızda əhəmiyyətli bir orqandır. Xaricdən tənəffüsü alır, isidir, təmizləyir və aşağı tənəffüs yollarını ötürür. Eyni zamanda burnumuz ətraf orqanlarla əlaqəli orqandır. Yev-staq borusu vasitəsilə orta qulaqla, göz yaşı burun kanalı vasitəsilə gözümüzlə və üzümüzdəki sinuslarla əlaqəlidir. Allergik rinit uzun müddət müalicə olunmadıqda bu ətraf orqanlarda ağırlaşmalara səbəb ola bilər. Orta qulaqda otitə, üzdə haymaritə frontitə, gözdə rinokonjüktivitə səbəb ola bilər. Ona görə də allergik rinit müalicə vaxtında olunmadıqda bu ağırlaşmalara səbəb ola bilər. Allergik rinitin vaxtında müalicəsi bu ağırlaşmaların qarşısını alır.